əziz izləyicilər, bəlkə o ilk videolarımda üzüm tiglərdən əkmişdim və indi üzüm tigləri necə torpaqdan ibarətdir, necə əkmək lazımdır və çox istəyirmi, çox istəməyirmi və dərman lazımmı, lazım deyilmi? İndi sizə cavablandırmağa başlayıram. Bu üzüm tigləri görürsünüz, baxın. Baxın. Üzüm tiglərin əkməsi, məsələn, üzüm ağacınız varsa, bunun üzrün qəhvəyi rəngli, budaqlı 4 gözdür. Göz nədir? Göz bunlara deyilir. Baxın, çıxmış şeyləri göz deyir. Baxın. Baxın, bu gözlərə deyilir. 4 göz hesablayıb, sonra kəsir və necə deyim, suya, məsələn, indi əkəcəksiniz, əkin. Nə qədər 1-2 gündən sonra əkəcəm deyəcəksiniz ki, suya qoyacaqsınız. Və qurumaq yaxşıdır. Qurumağı yaxşıdır. Məsələn, tiglər bənəcə əkirlər. Tig çoxaltmaq istəyirsiniz, bənəcə çoxaltmaq. Və soruşacaqsınız ki, ağaclar, tigləri niyə bu axın yanında əkmisiniz? Bu tiglər, necə deyim, üzüm ağacı çox su istəyən bitkidir. Bitkidir. Ona görə çox su istədiyi üçün mən ağacın kənarı uyğun gördüm. Və ağacın kənarında su olmalıdır və dərmanlanmalıdır. Dərmanlamadan ağac və bitkinin barı necə deyim, pisləşir. Məsələn, bitkinin yarpağı o birisi güllərlə birlikdə, necə deyim, o birisi güllərin, məsələn, o birisi bitkilərin pis mikroblar və ya həşəratlar bunun yarpağına və ya bu kök sisteminə girə bilər. Ona görə kökü kəsəcək, necə deyim, kökü caylaşdıracaq və sizin barınızı, bar vermə tiglərinizi məhv edəcək. Nə qədər yarpaq olmadan oksigen olmayacaq. Oksigen olmayanda da barlarma baş verməyəcək. Bu da bir xəstəlikdir. Və məsələn, ağaclar da su çox istəyir. Ağacda ikiyə yerə bölünür. Su istəyən və su istəməyən lazım deyil. Hərçəkdə bitkilər də hərçəkdir. Baxın, bəlkə hansı ağacda bəlkə bilsəniz, hansı ağaclardır? Baxın, diqqətlə göstərirəm. Və hənərçikdir. Və necə deyim, mən başqa güllər də əkmişəm və sağ olun. Like atmayı, abunə olmağı unutmayın.